İslam dinində iki cür haqq vardır. Bir Allah'a aid olan haqq ki, Allah'ın bizə əmr etdiyi ibadətlər bu haqqın içərisinə girir. Bir də bəndələrə aid olan haqq, qul haqqı deyilir terminologiyada. Qul haqqı o qədər həssas, o qədər incə bir tərəzidir ki, Allah Teala Cəllə Cəlaluhu mənə qul haqqı ilə gəlməyin deyir. Yəni belə bir qüdsi hədisdə. Yəni hər günahı bağışlayaram, hər haqqı bağışlayaram, amma qul haqqını bağışlamaram. Çünki o qul haqqı haqqına girdiyin qula aiddir. Onun bağışlaması lazımdır. Və bu mənada qul haqqı və halallıq alma mənasında, kontekstində götürsək, əslində insanların bir-birinə haqqını halal etməməsi nəydən başlayar? Küskünlükdən. İnsanlar